Assalomu alaykum aziz ko'ruvchilar. Biz o'tgan qismimizda Qozog'istondagi 153-maktab gimnaziyani tanishtirgandan keyin keng xalqimizning qiziqishini qarshi erishdik. Biz bu qismimizda yana shu maktabimizga o'quvchilarning san'at faoliyatlaridan sizlarga o'zlaringlarni tanitib qo'ydik. Assalomu alaykum hurmatli mehmonlar. Nomliq adabiy kechimizga xush kelibsizlar. Til nasrat quroli desak, ana tili u anadan sınıp, yurak tarlarini damtadigan jon tilimizdir. Uyg'ur tili eng qadimiy va madaniyatga uzoq tariqqa ega go'zal til. U uzoq asrlik taraqqiyot davomida qadimiy turkiy, o'rg'in uyg'ur, idiqot haqaniya, Çağatay Uyghur tili davrlarini besib o'tgan. Bu jarayonda Uyghur tili, Orxon Yenisey yezig'i, qadimiy Uyghur yezig'i, Mani yezig'i, So'g'da yezig'i, Arab yezig'i qatorliq yezig'lar bilan qadrlangan. Shundoqla Xanzu, Sanskrit, Sal, Tuxor, So'g'da, Arab, Fars, Mo'g'ul tili qatorliq nurg'un tillar bilan uchrashib ham bir-biriga ta'sir ko'rsatib, uzluksiz mukammallashib, hozirgi zamon Uyg'ur tili davriga kirgan. Men borda siz bor. Yaqinlarimiz borda umuman yuragi Uyg'ur deb uradigan Uyg'ur bor chog'da sen o'lmaysan. Ona tili. Hayatım Qashqarda o'tdi. Damliq oyilda o'sib tarbiyalandim. Bana shuning uchunmi bilim elishda barliq mumkinchiliklar bo'ldi. Bilim elish yo'lida Farab, Buxoro o'xshash shaharlarda bilim elish baxtiga yor bo'ldim. Zamon talabiga loyiq arab, fors tillarini mukammal o'rganib chiqdim. Qutadığım bilik eserimni tüketişinin aldıda 50'nin yüzüm köp kalgan. Bu eserini tüketiş için 18 ayını sarf kıldım. Bu emgegimni öz ana tilim Boğrakan tilde izip çıktım. Menin maqsadim yosh avlodni tarbiyalash, ma'naviy qadriyatlarni ögütüş, filosofiyalik oy qaldırış bo'ldi. Endi şu emgegimni yosh avloddan durust baholab bir bahasını bersa degan armonlarim bor. Yusuf baba, senin yazgan emgigim, kılgan ecrim bekarga ketgeni yok. Senin bu emgiginin ehemmiyeti çok. Şunlar kuma bu emgekni ağırla yergeç tedqiq qildi. Hazır bu emgek İngiliz, Rus, Uyghur, Kazak, Türk, Azerbaycan, Fars ve Xanzu tillarida yo'riq ko'rdi. Mana bugün bolsa sen qoldirgan qo'l tanqanni ajdodlaring yerlimi yod etib keldi Yusuf baba. Ballarım, ben sizlerden bek maraz buldum. Barakallah, hemse amayli.
maddi və mənəvi baylıqlarını yaratışqa mühim töhfələrini qoşub gəldi. Til xalq bilan birlə yaşab tərəqqi etdi. Hər xalqның dili onun bəxti və tirigi. Xalq dilinin tərəqqiyatını bədii ədəbiyyatda yarqın köşkü buldu. Bədii əsərlər zamanıvi Uyğur ədəbi dilinin yükselişine bebaha həssə qoşqanlığı sözsüz. Uyğur ədəbiyyatındakı əsərlərinin bir qismini Uluq Vətən Uruşu məxsusi təşkil qıldı. Uluq ədəbiyyatının 75 yıllığı harpısıda yazğıcı Əhmədcan Haşirovның qalbimə mənsub Adamның Köngli namlı hekayəsidir görünüşünü havalə qılınız. Sizlərдің ömrünlə nəhayət qısqa. Бірақ sizlər adamның köngül kuyunu xoş qılsızlar. Mənə sizlərə oxşaslı gül. Бірақ mən hədlərimə qaygını əkitib barman. Assalamu alaykum baba. Wa aleyküm esselam oğlum. Yeni mağmama. Madım. Senin aldığın iş qaysımız rəncməyməz. Sən peşanımızda yazılan xətnə kivatsa. Xət toşunun əsirdi o mamam ahqıcan boldu. Xaltanda nemi var? Gül baba gül. Güldəm sana? Gül. Güller şunca çıraylık geçir gitti ki. Her birine ölü olaydı geldi. Hə, yaxşı. Qoy, qara, bir bala bolğan oxşaydı. Gül, yardım beredi. Neydi? Kettik bu. Hoy, kızlarım, qeyrindaşlarım, men ondan uyalmanglar. Gözüm kör, sizlarga qaramay traktor besib olmuşsun yana. Kim o hanede? Vay, yıldızım göçüp gitti bu. Tıla hanede? Hodem rahat ede. Uy heklerim, çıkılmalla. Mesleke gülelim geldi. Uruştaki akıllarına süretlerini yasağa bir geldi. Endi mesleki nakşit bire. Vay gülmedi. Ama Ben seni görüp canım Gamgam Hedilerim, keçirim var. Ağlarım, keçirim var. Mesleki yalğan ettim. Könlümle axardım. Yaxşılıq xəbərçisi bolaydım. Sizlərdən eğir əmgiklərini, latqançılığını gördüm. Sezdim. Mehribanlar, mən sizlərin zürdünlərini deyixim dirişqçi yasayınlar. Sürət oxşuq var mən. alemde bulunsa uruş tekşidi. Tek bütün dünyaga carsalgın kiler. Ademler yerge köp azar vermeyli.
onun sözü özünün tapqını yeter. Alende bolsa uruş dehşeti, öçmez ot aldıda durmadım belkim. Heykeller aldıda heykelde qedip, bulaqdek öksmez edi yaş kalbim. İp ketdi jiroqqa akar atını, poyizlar tosun at kabi puşqurup, ketkenga tushidi ah to'g'achili, onlar qoldi el üstüni boshqurup. Yo'lakchi bo'lib biz qoldik ularga, yelkiga tushdi tam yurtning ig'ri. Yelki farzandlar uchun gap emaskin aslo, onlar bilan bir qolmoq oxiri. Baronga qisilib qolmadi ketman, hamonga hijolat bo'lmadi itiz. Emizdan bosh terib onlar bilan egildik, pishmidik ig'irni qatiz. Sig'inish o'tida yansoq biz agar, ata bu bag'irga bosdi onlar. To'lsa judolik yeshig'a ko'zlar, anliq qalbini kang ochdi onlar. Rast, nonga köksümüz toymagan bilen, açlıktan ölmedik ana kolida. Aslida büyük bir kudret var eken, şu aziz canlarının acizligida. Şu g'amkin yıllardan mening yaş kalbim, bir tatlık armanni qilgan yosharim, ig'irlik bitmasga odamlar qaddin, olamni analar o'tsa boshqurib.
Amansız kömür, köyü içken köy. Ormanda yeni ötken helimen. Ömürnün yolu armaş tiken gün. Aziz başını egmey ötken gün. Sayırsa bəxet kuşu kolunda. Şadlıq sazını çalğan helimen. Qarı da qalmay baskan yolunda. Əlinin
Muşu zimində yaşavatqan barlıq millətlər bilən illətlərinin ana dilini rivajlandırış üçün barlıq imkaniyyətlər yaratılğan. Hər qandaq millət dilinin saqlanışı, yükselişi ən aldı bilən şu millət vəkillərinin özüge bağlıq. Dil xalqimizga muhabbət bağlab, onu söyüşümüzün mühim vasitesi, milli ruhның canlıq rəmzi, bütün bir milletnin soqub durğan şirigi. Endi millet deniz bulsa, til şu denizga qoyulduğan derya. Ana tilimizni qadrlab, rivojlantirish yosh evlatning bosh vazifasidir. Ana tilimizni yuksaklarga ko'taramiz deb bugungi Dam xizmat, Didor xizmat nomli adabiy kechimizni oyoqlashtiramiz. Dünyadaki Uygur qarindoshlarımızga Mən rejissor buluş sübtüm bilən, aldı bilən həmmənlərə rəhmət etmən. Barakallah, şunçilik çiraylıq, şunçilik naqşanlarını anlap, təsirlənib, yığılab getdim. Mən oylayman, bütün dünyadakı Uyğur ballarımız sizlərlə müşüm numuranlarını köygəndikin, bunundikin texmo əlaqə ruhlanıb. Uyğur tilini texmo yaxşı ügündü, hətta sizlərdə dutta çilişini, təmbir çilişini ügünüşə çoxum qızğıdı. Həmmənlərə rəhmət, bütün dünyadakı. Assalamu alaykum aziz görəmənlər. Bugünkü programımız müşahidə olsun. Həmmənlərə xeyirlik, aman tiləyman.